bu torpaqları, bu ölkələri bizə qrup yaradaraq, vətən olaraq təhvil verən babalarımızın ruhu qarşısında biz nə qədər borcluyuz? Onlar qan tökdülər, onlar canlarını fəda etdilər, onlar gecə demədən, gündüz demədən çalışdılar, döyüşdülər, vuruşdular. Bu geniş coğrafiyanı, bu geniş torpaqları bizə vətən olaraq qoydular, getdilər. Ən azı ona görə ki, bugün Azərbaycanın bəli düz deyildi, böyük bir hissəsi, 80% azadlığına qovuşmuyor. Biz yaşadığımız Azərbaycan, Şimali Azərbaycan, Kuzey Azərbaycan, Böyük Azərbaycanın yalnız bir hissəsidir. Böyük Azərbaycanın böyük bir hissəsi isə bugün də faş şovinizminin tapdağı altında edilir. Və ona görə də bizə bu torpaqları torpaq olaraq, vətən olaraq əlmağam edən babalarımızın ruhunu sakitləşdirmək üçün biz heç olmasa özümüzə cəsarət tapıb Qarabağımıza sahib çıxmalıyıq. Yorumcu deyir ki, sən bugün Qarabağı əlində silah alaraq qoruyasan. Müəllim kimi Qarabağa bizi bir artıq yaxınlaşdırmalıdır. Tələbə kimi Qarabağımız uğrunda mücadeləsini aparmalıdır. Bu bizim şərəf borcumuzdur. Bu bizim ləyaqət borcumuzdur. Bu bizim vicdanımız üzərində yatan bir borcumuzdur. Bu bizim 20 yanvar şəhidlərimizin ruhu qarşısında olan borcumuzdur. 20 yanvarda şəhid gedən insanlar bu torpağın azadlığı uğrunda canlarını fəda etdilər. Və o insanların ruhunu sakitləşdirmək üçün, hələ də Azərbaycanın başı üzərində səhərgərdən narahat gəzən, dolaşan ruhlarını sakitləşdirmək üçün biz özümüzdə cəsarət tapıb, özümüzdə qeyrət tapıb, özümüzdə güc tapıb Qarabağımıza sahib olmalıyıq. Və heç kim deməsin ki, Qarabağı geri qaytarmaq təkcə Azərbaycan rəhbərliyinin işidir, təkcə vəzifələrin işidir, təkcə ordunun işidir. Bəli, onların məsuliyyəti qat-qat çoxdur. Ancaq hər bir Azərbaycanlının, hər bir sıravi vətəndaşın öz boyuna görə, öz çəkisinə görə öz məsuliyyəti payı var, öz yükü var. Və hər birimiz bu yükün altına girə bilməyi bacaracaqsa, Qarabağ da bizim olacaq və Azərbaycanın torpaqlarına sahib olmağı da bacaracaq. Böyük Mustafa Kemal Atatürk'ün, Türk'ün atası Mustafa Kemal Atatürk'ün çox gözəl sözləri var. Onların birini burada xatırlayacağım. Mən bu sözləri çox sevirəm və çox tez-tez xatırlayıram. Çalışmadan, öyrənmədən, yorulmadan, rahat yaşamanın yollarını alışqanlıq halına gətirən millətlər gec-tez şərəflərini, sonra hürriyyətlərini, daha sonra gələcəklərini itirməyə məhkumdurlar. Milli mənliyi olmayan millətlər başqa millətlərin oğludur. Nə qədər gözəl deyilmiş sözlər. Millət əgər çalışmırsa, millət əgər öyrənmirsə, millət əgər yorulana qədər tər tökə-tökə, əziyyət çəkmirsə, inkişaf etmirsə, yerində sayırsa, bu millət öncə şərəfini itirir, sonra hürriyyətini itirir, sonra gələcəyini itirir. Aydındır ki, şərəfini itirən millətin hürriyyəti ola bilməz və aydındır ki, hürriyyəti, özgürlüyü olmayan millətin heç bir gələcəyi yoxdur. Bugün ruhları qarşısında baş əydiyimiz şəhidlərimiz, istər 20 yanvar şəhidləri olsun, istər Qarabağ şəhidləri olsun, istər daha öncə müstəqillik uğrunda zaman-zaman verdiyimiz şəhidlər olsun, istər qədim Türk torpağı, qədim Azərbaycan torpağı Ermənistanda olan repressiyalar nəticəsində həyatını itirən insanlar olsun, Orta Asiya çöllərində, Qazaxıstan səhralarında canlarını itirən şəhidlərimiz olsun. Bu şəhidlərimiz öz ölümləri ilə millətimizin tarixinin şərəf səhifəsini yazdılar. O tarixi yazdılar ki, millət şərəfini itirməsin. Millət ləyaqətini itirməsin. Onlar o tarixi yazdılar ki, millət hürriyyətlərini itirməsin, hürriyyətini itirməsin, özgürlüyünü itirməsin. Və ona görə də bugün bizim gəzdiyimiz bu torpaq üzərində gəzərkən
unutmamalıyıq ki, bugün aldığımız havaya görə, üzərində gəzdiyimiz bu torpağa görə, içdiyimiz suya görə, yediyimiz çörəyə görə biz o şəhidlərə borcluyuq. O şəhidlərin ruhuna borcluyuq. O şəhidlərin göstərdiyi qəhrəmanlığa borcluyuq. Hər bir xalq öz tarixi ilə öyünər. Heç bir xalq dünyada biznesmenləri ilə öyünmür. Heç bir millət milyarderlərinin, milyonerlərinin sayı ilə öyünmür. Bugün Azərbaycan tarixinə gəlin, baxın. Siz 17-ci, 18-ci, 12-ci, 13-cü əsrdə yaşamış bir Azərbaycan tacirinin adını bilirsinizmi? Mən tanımıram belələrini. Və ya bir Azərbaycanın bir zəngin insanın adını xatırlayırsınızmı? Yox. Ancaq hər birimiz Nizami irsi ilə fəxr edirik. Hər birimiz Füzuli irsi ilə fəxr edirik. Hər birimiz Nəsib irsi ilə fəxr edirik. Bu insanların əksəriyyəti zahid həyatı sürən, kasıbçılıq şəraitində yaşayan insanlardır. Hər birimiz Azərbaycanın, Türk dünyasının dövlətçilik tarixi ilə fəxr edirik. Hər birimiz Səlcuq Toğrulun keçmişi ilə, tarixi ilə fəxr edirik, Səlcuqların tarixi ilə fəxr edirik. Və 1055-ci ildə Bağdadı fəth edərək Türk sultanlığının, Türk qüdrətinin təməlli qoyulmuş bu böyük sərkərdəyilərimizlə fəxr edirik. Hər birimiz Türk tarixinə, şanlı tariximizə adını yazmış Fatih Mehmetlə fəxr edirik. İstanbulun fəthinə görə borclu olduğumuz bu böyük şəxsiyyətlə fəxr edirik. Azərbaycan tarixində olan böyük simalar var. Şah İsmail Xətai var. İsmail Xətayinin yaratdığı Səfəvilər dövləti ilə, bu dövlətin coğrafiyası ilə, bu dövlətin qüdrəti ilə fəxr edirik. Hər birimiz şərqdə ilk demokratik cumhuriyyət olan, şərqə demokratiyanı gətirən, şərqə özgürlüyü gətirən, şərqə azadlığı gətirən Azərbaycan Xalq Cumhuriyyətinin varisləri olmamızla fəxr edirik. Və hər birimiz, mən bunu tərəddüd etmədən deyirəm, hər birimiz 20 yanvarda Azərbaycan xalqının Sovet imperiyasına qarşı göstərdiyi qətiyyətə görə qətiyyətlə fəxr edirik. Azərbaycan xalqının göstərdiyi şücaətlə fəxr edirik. Azərbaycan xalqının dirəlişi ilə fəxr edirik. 20 yanvar, bax, bu göstərdiyim, sadaladığım tarixlər kimi, sadaladığım adlar kimi 20 yanvar tarixi də Azərbaycan xalqının qürurunun, bütünlükdə Türk dünyasının qürurunun istinad nöqtəsidir, fəxr nöqtəsidir, şərəf günüdür, şərəf tarixidir. Bu günlər olmasa, biz bir millət olaraq, bir toplum olaraq qürurla, keçmişimizlə fəxr edə bilmərik. Bu günlər olmasa, biz azadlıq tariximizlə, azadlıq mücadiləmiz tariximizlə fəxr edə bilmərik. Və mən bir daha məsələni vurgulamaq istəyirəm ki, bugün millətlərin gələcək uğrunda savaşı gedir. Daha parlaq gələcək uğrunda, daha xoşbəxt gələcək uğrunda savaşı gedir. Bugün dünyada millətlərin savaşı silahla yox, texnika ilə yox, bilik sahəsində gedir, elm sahəsində gedir. Və məhz ona görə də bugün özgürlüyünü qorumaq istəyən, şərəfini qorumaq istəyən millətlər məhz təhsil sahəsində, elmdə öndə olan millətlərdir. Məhəmməd Peyğəmbər əleyhissalamın gözəl bir kəlamı var. O bildirir ki, təhsil müqəddəs cihaddır. Əgər müqəddəs cihad etmək istəyiriksə, oxumalıyıq, çalışmalıyıq, öz üzərimizdə işləməliyik. Böyük Hüseyin Cavidin bir misrasını da xatırlamaq istəyirəm. Lazımdırsa cəhalətlə güləşmək, bir çarə var, o da yeniləşmək. Bugün dünya ilə ayaqlaşmanın zamanıdır. Dünya ilə ayaqlaşmanın bir yolu var, daim yeniləşmək, daim inkişaf etmək, yerində saymamaq, dünya elminin aparıcı nailiyyətlərindən daim təmasda olmaq, faydalanmaq və mən çox sevinirəm ki, bugün bu tədbirə toplaşdığımız Qafqaz Universiteti, bax, istər Məhəmməd Peyğəmbərimizin bu kəlamını, təhsil müqəddəs cihaddır kəlamını əlində bayraq tutur. Mən çox sevinirəm ki, bax, bu universitet böyük Cavidin, Hüseyin Cavidin lazımdırsa cəhalətlə güləşmək bir çarə var, o da yeniləşmək kəlamını əlində bayraq tutur
daim yeniliyə can atır, daim inkişafa can atır, daim müasir texnologiyalar vasitəsilə tələbələrin səviyyəsinin daha da yüksəldilməsinə can atır və mən bir şey vurğulamaq istəyirəm. Mən bayaqdan Qarabağa danışdım, Qarabağa qovuşmaqdan danışdım. İnanın ki, Qarabağa da bizi silahdan çox, texnikadan çox elm, təhsil qovuşdura bilər. Güclü elmi olan, güclü təhsili olan millət, savadı olan millət, zəngin intellektual bazası olan, intellektual genofondu olan millət sözsüz ki, öz imzasını digər millətlərin imzaları içərisində daha cəsarətlə təsdiq etməyə bacaracaqdır və Azərbaycanın haqq işini savunmağı, müdafiə etməyi ən yüksək səviyyədə bacaracaqdır. Mən bu işdə bütün millətimə, bütün xalqıma uğurlar arzulayıram. Mən bütün millətimi 20 yanvar şəhidlərinin ruhunu sakitləşdirmək üçün, onların ruhunu sevindirmək üçün Azərbaycan uğrunda, Qarabağ uğrunda, müqəddəs cihada, yəni təhsilə dəvət edirəm və bugün mən bu təhsil ocağında üzümü burada əyləşən hər bir insana tuturam. Burada qaçqınlarımız, məcburi köçkünlərimiz çoxdur. Üzümü sizə tutaraq ürəyimdən keçən bir istəyi ifadə edəcəm. Mən bilirəm ki, sizin aranızda ailələrinizdə şəhid verən çox sayılı insanlar var. Qohumlarınızdan şəhid olanlar var, ailə üzvlərinizdən şəhid olanlar var. Allah onların hamısına rəhmət eləsin. Allah onların qəbirlərini nurla doldursun. Allah onların yerlərini behiş etsin. Və bir daha deyim ki, biz onların qarşısında əbədiyyətə qədər borclu olacaq. İnsanın canından artıq heç nə ola bilməz. Canlarını vətən uğrunda qoyan insanlar ən böyük insanlardır. Və bizim bir daha qeyd edirəm ki, bugün içdiyimiz suda, yediyimiz çörəkdə, qudduğumuz havada onların payı var. Mən şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Mən bu müqəddəslərimizin ruhunun tezliklə arzularına qovuşacağı günü görəcəyimizə bir əminliyimi ifadə etmək istəyirəm. O gün Qarabağa qovuşacağımız gün olacaqdır. O gün müqəddəs torpaqlara qovuşacağımız gün olacaqdır. Və mən 20 yanvar ərəfəsində bütün millətimə, Azərbaycan xalqına, bütün türk millətinə baş sağlığı verməklə yanaşı demək istəyirəm ki, biz ona görə xoşbəxt millətik ki və biz türklərin ona görə dünya xəritəsində bugün 7 müstəqil dövləti var ki, bizim bu torpaqları torpaq edən babalarımız olub, bu torpaqlar yolunda, bu torpaqların özgürlüyü yolunda canından keçən şəhidlərimiz olub və o şəhidlər millətimizin şərəfini, millətimizin hürriyyətini və millətimizin gələcəyini bizə bəxş edən insanlardır. Allah bütün şəhidlərimizə, o cümlədən 20 yanvar şəhidlərinə rəhmət etsin və bir daha deyirəm ki, Allah bizə elə bir güc, elə bir cəsarət, elə bir qeyrət versin ki, biz Qarabağımıza sahib çıxmaqla işğal altında olan vətən torpaqlarına, məzarlarımıza, ulularımızın məzarlarına sahib çıxmaqla həmin o şəhidlərin ruhunu sevindirə bilək, həmin o şəhidlərin hələ də Qarabağ üzərində sərgərdən gəzən dolaşan ruhunu rahatlaya bilək. Allah bütün şəhidlərimizə rəhmət etsin.